Bütün dünyada adətən iqtisadiyyatın 70%-ni small and medium business, orta və kiçik sahəli KOB-lar, kiçik və orta bizneslər təşkil edir. Azərbaycanda isə ən balaca rol onlardadır. Eynən. Və onların bir neçə dənə fundamental problemi var. Birinci problemi odur ki, onlara kredit ayrılmır, pul yoxdur. Pul vermirlər, pul var amma vermirlər onlara. Azərbaycanda 10 milyonluq kredit almaq 100 minlik kredit almaqdan daha asandır. Çünki 10 milyonluq kredit o böyük təşkilatlara verilir, onların due diligence var, nisbətən sistemi var, hər şey oturuşubdur, daha az risklidir. Əsətləri var. Yəni odur. Amma sən gəlib 100 minlik bir balaca kənd təsərrüfatın üçün kredit götürmək istəsən, 200 minlik bir girov qoymalısan, zaminli gətirməlisən, faizlər en qədər olacaqdır. Sən deyirsən ki, mənim 200 minlik zaminim olsaydı sizin neynirdim də, onsuzdur. Rəsmi rejection rate, yəni imtina faizi 20%-dir, səhv etmirəmsə, o kiçik orta biznes üçün. Bu hələ ki rəsmi müraciət edənlərdir. Və bu səbəbdən bizdə qeyri-formal institutlar çox yaxşı işləmək məcburiyyətindədir. Hamısı dost tanışdan pul yığır. Gedirlər öz aralarında danışırlar. Bu risklər törədir, kölgə iqtisadiyyatını çoxaldır, normal bank maliyyə sistemi formalaşmasına imkan vermir.